Salam, xoş gördük. Bir S-də idarə olunan formalarda işləmək və proqramlaşdırma ilə bağlı videoları davam etdiririk. Bu videoda şərti operatorlara keçəcəyik. Bir S-də şərti operatorlar nədir? Şərti operatorlar bizə şərtlər əsasında müəyyən əməliyyatların icrasını təmin etməyə imkan verir. Gəlin bu anlayışı, yəni bir S-də proqramlaşdırmada başa düşmək üçün sadə bir sxema baxaq. Baxın, bu slaydda biz indi bu anlayışı anlamağa çalışacağıq. Hər bir şərt operatoru şərtlə başlayır. Bizim halımızda bu, baxın, bu yesli Azərbaycan dilində isə bu əgər operatorudur. Yeslidən sonra isə şərti ifadə gəlir. Baxın, bu uslovное выражение gördüyünüz, baxın, bu şərti ifadə. Daha sonra isə taqda. Baxın, bu yazılış sintaksis qaydasıdır. Yəni ki, platformasında bu şərt operatorunu baxın bu şəkildədir onun sintaksisi. Taqda, yəni onda, yesli, əgər şərtimiz burada ödənirsə və yaxud da ödənmirsə, o zaman baxın bu taqda. Yəni bu şərt ödənsə, doğru olsa, onda baxın bu blokda, yəni bu yesli ilə gördüyünüz bunun arasında olan, baxın, bu hissədə, baxın bu blokda müəyyən hərəkət, yəni действие icra olunacaqdır. Əgər şərt doğrudursa. Bu əməliyyat da icra olunduqdan sonra şərt blokumuz, yəni bizim bu şərt blokumuz konec yesli ilə gördüyünüz, baxın bu konec yesli əgərin sonudur, yəni bu şərtin sonudur. Bununla tamamlanır. Gəlin bu qeyd etdiklərimizi daha yaxşı başa düşmək üçün praktikaya keçək. Bunun üçün gəlin slaydımızı bağlayaq. Keçən dərsimizdə artıq yazdığımız bu sadə proqramları, yəni gəlin silək. Artıq bu düymə start üzərinə tıklanan zaman necə icra olunur? Keçən dərsdə bu haqqda ətraflı danışmışdıq. Əgər o videolarımıza baxmamısınızsa, yəni birinci dəfədir ki, birbaşa bu videonu izləyirsinizsə, həmin bundan qabaqki videolarımıza da baxa bilərsiniz. Bu hardasa 12-ci ya 14-cü dərs olmalıdır, daha dəqiq yadımda deyil. Artıq ondan çox bu yeni mövzuda videolarımız YouTube kanalda var. Qeyd etdiyimiz kimi dərsin əvvəlində bu gün öyrənəcəyimiz mövzu şərt operatorları ilə bağlıdır. İlk öyrənəcəyimiz də baxın bu yesli, əgər şərti olacaq. Bu haqqda indi danışacaq. Praktiki nümunələr də indi göstərəcək, həll eləyəcək bəzi məsələləri. Bu yesli operatorunun ingilis dilindəki analoqu if-dir. Yəni if yazısı. Əgər, baxın bu digər proqramlaşdırma dilləri ilə əgər siz tanışsınızsa, bu if dedikdə, yəni ki siz anlayırsınız. Yox, şərt operatorudur. Eynisi də baxın Agnes-də sadəcə olaraq fərq nədir? 1S-də bu rus sintaksini istifadə olunur. Bir məsələni də qeyd edim ki, əgər siz yes-nin əvəzinə if ingilis dilində olan bu if operatorunda istifadə etsəz, kod işləyəcək. Yəni 1S platforması ingilis dilində də yazılan. Lakin bunu etmək üçün ən azından o sintaksislə də müəyyən qədər tanış olmaq lazımdır ki, xəta etmədən yaza biləsiniz. Gəlin indi qayıdaq konfiquratorumuza və öz şərtlərimizi, yəni ki, qurmağa başlayaq. Gəlin bir nümunə misalla başlayaq. Şərt operatorumuzda hər şey yesli ilə başlayır. Qeyd edirik yesli. Fikir verdinizsə bu söz qırmızı ilə işarələndi. Bir növ bu onun operatoru, yəni komandanın rəngi, yəni ki, onu göstərir. Necə ki, əgər fikir verirsinizsə, prosedur adları kimi və yaxud da konec prosedur, yəni onun prosedurumuzu bağlayan komandada eyni şəkildə qırmızı yazı ilə belə işarələnmiş olur. Şərtimizi gəlin belə qoyaq. Nümunə olaraq, yəni misal olaraq iki tarixi müqayisə eləyək. Bunun üçün gəlin bir tarix adında dəyişən qeyd eləyək. Tutaq ki, bizim tarix. Adını da qoyaq bizim tarix. Bərabərdirsə, bərabərdir. Bu tarixi səliqə ilə yazaq. Biz artıq keçən dərsdə də keçdik. 1S-də datanı, yəni tarix tipini əldə etmək üçün data funksiyası var. Yəni proqramın özündə olan quraşdırılmış bir funksiyadır. Baxın belə bir data. Bunu da unutmuruq. Bunu da artıq keçən dərsdə qeyd etmişdik. Kontrolu saxlayıb probel, yəni space düyməsini sıxsaq klaviaturada, baxın avtomatik olaraq həmin, yəni kodu bizim üçün tamamlanır, yazılır. Və yaxud da əgər bu data sözü ilə başqa bir funksiyalar, komandalar varsa, ipucu olaraq siyahısı qarşımıza çıxacaq.
burada görürük ki ipucu olaraq da bizdən datanın artıq bakda danışmışıq. Yəni bir daha da belə qeyd edelim, bizdən parametr təyin tələb edir. Onda tipi gördüyünüz kimi stroka tipindədir. Biz sadəcə olaraq keçən dəfə öyrəndik. Bu ili, ayı, bir də günü qeyd etməklə də vergüllə ayırmaqla da dəyəri, yəni parametri göndərə bilərik. Bunun üçün gəlin belə eləyək. 2025-ci il vergül. Bu il ayın neçəsidir? 17. Bu il ayın 17-si belədir. İkinci olmalıdır. Ay 05 vergül 17-si 17. Mötərizəni bağlayır. Sonra da yəni dərsin əvvəlində şərt operatorlarına başlayarkən qeyd etdiyimiz kimi əgər operatoru gəlir, sonra bizim şərtimiz, yəni bizim tarix bərabərdirsə bu tarixə, o zaman, yəni taqda, baxın sintaksisdə mahiyyəti də belə açılır, aydın olur. Taqda şərt ödənsə. Baxın bu hissədə, yəni şərt operatorunu elan etdikdən sonra bu blokun içərisində gəlin konec yeslini də qoyaq. Bağlamağı mütləq unutmuruq. Konec yesli. Baxın bu gördünüz, bu blokda əgər bu şərt ödənərsə, bizim burada yazacağımız operatorlar, komandalar, proqram kodumuz icra olunacaq. Biz indi sual verərsiniz ki, bu bizim tarix nədir biz? Gəlin bu dəyişəni də elan eləyək. Yəni bu çünki biz müqayisə edirik, ancaq bu bizim tarixə heç bir dəyər verməmişik və bu hal-hazırda dəyişəndir və bunda heç bir məlumat saxlanılmır. Yəni hətta mən indi baxın, Ctrl F7 düyməsi və yaxud da baxın bu piktoqram işarə var ki, proverka modulu. Onun üzərinə sıxsaq, görürsüz xəta verir. Переменная не определена. Bizim elan etdiyimiz bizim tarix bunu dəyişənin müəyyən deyil, yəni təyin olunmayıb. Bu səbəbdən də biz bu bizim tarixə müəyyən bir dəyər verməliyik ki, müqayisə eləyə bilək ən azından. Bunun üçün bura yazırıq. Bizim tarix bərabərdir. Tekushi data da vermək olar. Ancaq gəlin əllə bunu təyin eləyək. Artıq tekushi data da dedikdə nə idi? Keçən dərsimizdə bu haqqda danışmışıq. Yəni qeyd edirəm. Əgər indi bu dərsə birinci dəfədən bu dərsə baxırsınızsa, bu dərsdə bəzi mövzular var ki, artıq bundan qabaq keçmişik. Yəni bu səbəbdən də əvvəldən başlamaq, yəni tezə başlayanlar üçün çox faydalı olar. İndi burada da qeyd edirik data müqayisəni eləyə bilək də bizim tariximiz ki, bu da tarixlə. İndi hal-hazırda gəlin elə eyni qaydada 2025 bizim tarixə hal-hazırda həmin bugünkü tarixi, yəni ki, mənimsədik. O ayın 17-si mötərizəni bağlayırıq və nöqtə vergülü qoymağı da unutmuruq. Burada indi nə baş verəcək? Baxın, bu bizim tarixdə bugünkü tariximiz, yəni bugünkü tarix. Hətta baxaq, bu ayın 17-sidir. Baxın, bu tariximiz. Bizim bu tarix, yəni bizim tarix, ona ki datanı mənimsətdiyi ayın 17-si 2025-ci il may ayı. İndi müqayisə edirik, görürük ki, bu tarixə, həmin tarixi də burada da qeyd etmişik. Bu bizim tariximizdə bu tarix saxlanılır və biz bu burada yazdığımız tarixlə müqayisə edirik. Bu buna bərabərdirsə, o zaman taqda burada yazacağımız kod icra olunacaq. Gəlin bu kodumuzu da sadə olsun deyə keçən dərslərimizdə artıq öyrəndiyimiz 1S platformasının quraşdırılmış özündə olan daxili funksiyalarından biri subsheet. Mötərizəni açırıq. Görürsüz burada ipucu olaraq da bizə deyir ki, mətni stroka olaraq, yəni text subsheniya bizdən tələb eləyir. Və belə eləyək. Əgər bizim tarix bu tarixə bərabərdirsə, biz bu tarixin ayını qaytaraq. Bunun üçün message funksiyamız vardır. Baxın, indi qeyd etdiyim kimi Ctrl-ı saxlayıb probel düyməsini sıxırsınız. Görürsüz ipucuları gəldi. Və bizim hazır belə funksiyamız var. Yəni 1S platformasının daxili funksiyası. Message, hansı ki bizə ayı qaytarır. Seçirik message. Və yenə də bugünkü tariximizi kopyalayırıq, qeyd edirik bunun içinə. Nöqtəli vergül də qoymağı unutmuruq. Bu kodda nədir? Bu bilirsiniz də, data funksiyası ilə biz 2025 5-ci ay ayın 17-si tarixi, yəni tarix tipini əldə edəcəyik. Və bu message isə message içinə də bunu qoyduq. Bu message də bizə həmin bu tarixin ayını bizə qaytaracaq. Subsheet funksiyası isə qaytarılan bu ayı istifadəçinin qarşısına çıxaracaq. Yəni mesaj olaraq. Gəlin indi bu yazdığımız sadə kodu bu şərt operatorla bağlı istifadəçi rejimində yoxlayaq. İlk əvvəl bazamızı yeniləyirik. Yeniləmək üçün baxın bu yuxarıda yenə də göstərəm. Bu göy işarə və yaxud da klaviaturada F7 düyməsini sıxırsınız. Vururuq üzərinə. Və bizdə hal-hazırda gördüyünüz kimi nəsə bir xəta baş verdi. Gəlin aydınlaşdıraq görək ki, bu xəta nə xətadır. Ona da baxmaq üçün aşağıda burada служебное сообщение bizdə yaranan xətanı göstərir. Переменная не определено bizim tarix. Gəlin baxaq nə не определено.
Burada niyeti vurmağı unutmuruq. Yəni продолжить eləməyə çünki xətamız var. Qayıdaq kodumuza. Bir daha yoxlayaq. Hə, yox. Burada fikir verirsə bu переменная не определено bu bizə əvvəlcədən olan xətamız idi. Prosta sadəcə olaraq indi mötərizəni unutmuşuq. Yəni biz gərək sonuncu bildirişə baxmalıydıq. Burada əcdaitsə simvol, yəni bizdə tələb eləyir ki, hal-hazırda mən simvolu gözləyirəm. Qayıdaq kodumuza. Aha, baxın burdadır xəta. Burada gördüyünüz kimi bir mötərizə bu mötərizəni açır. Bu mötərizənin baxın, birinci bu mötərizə bağlanır. Bu birisi bağlanır. Bu hal-hazırda göz bağlanmır. Bu sabşitin mötərizəsini unutmuş. Bunu da qeyd eləyirik və icra etməmişdən qabaq gəlin xəta olub olmadığını yoxlayaq. Gördük ki, heç bir xəta yox qeyd olundu. İndi rahat şəklində bazamızı yeniləyə bilərik. Və bazanı istifadəçi rejimində açmaq üçün atlatka, начать atlatka da vura bilərsiniz və yaxud da servis 1S предприятие. Gəlin bir servis 1S предприятие ilə bu dəfə açaq. Buradan keçirik учет alt sisteminə və bizim обработкамızda artıq biz bilirik ki, servis bölməsindədir. Servisə vururuq, обработкамızı açırıq və bizim əlavə etdiyimiz bu düymə üzərinə sıxırıq və gördüyünüz kimi 5. 5 də nə idi? Gəlin konfiguratora qayıdaq. 5 bizim buradakı nə qeyd etmişdik? Message bizə ayı qaytarsın. Bizim tariximiz də baxın 5-ci aydı, may ayıdır. Bu səbəbdən də bizə istifadəçi rejimində gördüyünüz kimi 5 dəyərini də qaytardı. Yəni kodumuz düzgün şəkildə işlədi, yəni şərtimiz ödəndi. Əgər burada başqa bir tarix yazsaydıq, məsəl üçün 18 və bizim tarix hal-hazırda ayın 18-ni saxlayacaqdı. Gəlin indi yoxlayaq. O nə deməkdir? Bu zaman indi bizim bu şərtimiz ödənməyəcək. Çünki bizdə bizim tarix içində ayın 18-ni saxlayır. Biz isə data ilə ayın 17-si ilə müqayisə edirik. Bu səbəbdən də bu dəfə şərtimiz ödənməyəcək. Gəlin istifadəçi rejimində açaq. Keçirik учет alt sisteminə. Buradan servis, обработка və start düyməsi. Görürsüz, heç bir şey gəlmədi. Niyə görə? Çünki biz burada bizim tarix hansı ki onu ayın 18-i etdik, bu şərt ödənmədi. Yəni indi hal-hazırda ayın 17-si ilə 18-ni müqayisə etdik. Bu da bir-birinə bərabər deyil. Fərqli günlərdir. Bu səbəbdən də şərt ödənmədiyindən kodumuz bu bloka daxil olmadı və burada olan kod icra olunmadı deyə heç bir şey baş vermədi. Yəni nə qədər bassaz heç bir şey baş verməyəcək. Çünki kod icra olunmur, şərt ödənmir deyə. Gəlin indi də şərt operatorları ilə bağlı proqram kodunu öyrənmək üçün davam edək. Nəsə başqa sadə bir kod yazaq burada. Gəlin hətta bu yazdığımızı silək. Əslində silməyə də bilərik. Qaydaq. Bunu kommentariy eləyək. Qoyun kodumuz qalsın. Aşağıdan yazaq. Kommentariyanda artıq bilirsiniz. Yəni seçirsiniz hamısını, bütün yazıları və əgər istəmirsiniz ki, bu kod icra olunsun, bu seçdiyiniz kod sətirlərini, yəni yazılarını baxın buradan keçib işarə var. Добавить комментарий. Ctrl-num / işarəsi və yaxud da sadəcə bu düymə üzərinə basa bilərsiniz. Bu isə kommentariyanı yığışdır düyməsidir. Gördünüzsə yığış kommentariyanı. Seçirik və bu düymənin üzərinə sıxırıq. Yəni belə səliqəli olsun. Keçək yeni başqa sadə bir kod yazaq. Yəni bu şərt operatorlarını daha yaxından öyrənmək üçün. Məsələn, bir dənə belə bir ilk əvvəl qeyd etdiyimiz kimi mövzunu başlayırıq şərt operatoru ilə. Yesli bir özümüz yazaq. Yesli əgər misal üçün A dəyişəni bərabərdirsə ona, yəni müqayisə edirik rəqəmə. O zaman taqda gəlin konec yeslini bağlayaq. Çalışın həmişə konec yeslini əvvəldə bağlayın. Yəni ki bu şərt operatoru blokunu bağlamaq üçün. Şərtin sonu, yəni konec yesli. Əgərin şərtin sonu olsun. Buradakı əgər A ona bərabərdirsə burada yazacağımız kod icra olunacaq. Yenə də burada əvvəlki misalda olduğu kimi baş verənləri vizual olaraq görmək üçün Subsheet, yəni 1S platformasının daxili funksiyası olan Subsheet funksiyasına SOAP yazdım. Ctrl-ı saxlayıb Shift probeli basıram, avtomatik olaraq özü görsün. Bizim köməklik eləyir, yəni tam şəkildə funksiyanı bura yerləşdirir. Vizual olaraq da görmək üçün belə bir mətn yazaq. A bərabərdir 10. Yəni ki şərtimiz ödəndisə. Bu subşen istifadəçinin qarşısına, yəni bu mesaj istifadəçinin qarşısına çıxsın. Baxın burada bir dənə çatışmamazlıq var. O da nədir? Biz indi hal-hazırda baxın, hətta gəlin bu funksiyanı, yəni bu piktoqramı da həmişə istifadə etməyə çalışaq. Biz baxın bunu. Bu bizə bildirir. Bizim əgər kodumuzda hansısa sintaksis xəta var, o xətanı bizə bildirəcək. Bunu həmişə istifadə etməyi, yəni ki, unutmayın. Toxunaq onun üzərinə və gör ki, etmədiyimiz bir məsələ var. O da nədir? A dəyişəninə, baxın bu A-ya biz dəyər mənimsətməmişik. Ona görə də proqram bizə xətanı verir ki, переменная не определено A dəyişəni müəyyən edilməmişdir. Bu səbəbdən də gəlin
gəlin A dəyişənimizi yaradaq. Ona da onu mənimsədək. Rəqəm mənimsədik. Bu dəqiqə bu A-nın bu dəyişənin içərisində 10 rəqəmi saxlanır. Yəni bu dəqiqə hal-hazırda 10 tipi də rəqəmdir. Və biz əgər 10 A bərabərdir, yəni bu 10 bərabərdir 10-a, bu zaman bu kod icra olunacaq. Gəlin nəticəni yoxlamaq üçün bazamızı yeniləyək və istifadəçi rejimində də açaq. Keçir uçot alt sistemi servis, abrabotki, start. Və gördüyünüz kimi şərt ki ödəndi deyə A bərabərdir 10 burada. Yəni kodumuz düz işlədi və bu səbəbdən də istifadəçinin qarşısına сообщение olaraq, mesaj olaraq bu yazdığımız mətn çıxmış oldu. Qaydaq indi yenə konfiquratora. Baxın biz indi hal-hazırda burada nə yazmışdıq? A bərabərdirsə 10-a. Biz burada bərabər deyildi də qoya bilərik. Baxın bu şəkildə. Böyükdür və kiçik, böyük kiçik işarəsi ilə bu şəkildə. Yəni ki A bərabər deyil 10-a. Bu şəkildə də şərtimizi yaza bilərik. Və gəlin indi də burada da götürək şərtimiz işləsin deyə hər hansı bir başqa rəqəm yazaq. 18. A-ya 18 dəyərini mənimsədi. Bu zaman da A 18 10-a bərabər olmayacaq. Yəni bu şərtimiz yenə də ödənmiş olacaq və bu сообщение də istifadəçinin qarşısına çıxmalıdır. Yəni görürsünüz çətin bir şey yoxdur. Sadəcə olaraq indi burada məsələn tarixi müqayisə etdik. İndi isə bu rəqəmləri müqayisə edirik. Onların dəyərinlə, dəyişəndə olan dəyərinlə. Və şərt ödənirsə сообщение-də istifadəçinin qarşısına çıxır. Gəlin bunu da yoxlayaq. Bərabər deyilsə ona istifadəçi rejimində də açırıq. Keçirik uçot alt sistemi servis, abrabota, start. Gördüyünüz kimi A indi bərabərdir çıxdı. Əslində gərək burada da yazardıq kodumuzda da. A bərabər deyil. Yəni indi kodu icra eləməyəcəm. Yəni ki həmin сообщение çıxacaq istifadəçinin qarşısına. Burada başqa bu şərt operatoru ilə bağlı nəyi göstərmək olar? Ancaq düşünürəm ki, əsaslar indi bizə aydındır. Yəni şərtdir, şərtin, baxın şərt operatorudur. İçində şərti təyin edirik və sonra taqda, yəni o zaman bu operator sonra gəlir bu blokun içində kod icra olunur, şərt ödənibsə və konec sesli ilə şərt operatoru mütləq şəkildə də bağlanır. İndi şərt operatoru ilə bağlı ilk girişimizi etdik və bu sintaksislə də tanış olduq. İndi belə sadə şərtlərlə biz indi sizə növbəti şərt operatoru. Bu isə əks halda, yəni inaçe operatoru olacaq. Baxın, bu inaçe operatoru nədir? İndi şərti bildik. Əgər şərtimizi yazırıq. Misal üçün burada əgər şərtimiz ödəndisə bu zaman kod icra olunur. Bir də var inaçe, əks halda belə bir operator var. İndi keçək onu öyrənək və bunu aydınlaşdıraq. Bunun üçün indi bir dənə də slayd açacağam. Orada həm sintaksisi, həmçinin də bu necə icra olunur, kodu, sintaksi necə yazılır, onunla tanış olacaq. Artıq biz indi bundan qabaq, yəni biraz bundan əvvəl yesli şərt operatorunun, yəni necə yazıldığı ilə tanış olduq. Burada fikir verirsə yesli, sonra şərtimiz ifadəsi, taqda bizim bu blok icra olunur. Yəni əvvəlcə şərt operatorunun bir sözlə özü gəlir. Əgər bu şərt doğrudursa, yəni bu şərt ödənərsə, bu zaman qeyd etdiyimiz kimi bu operator, bu blokda olan operator icra olunacaq. Əgər bu şərt yanlışdırsa, müəyyən başqa bir əməliyyat icra olunacaq. Baxın, bu da taqda bu, inaçe isə əks halda isə, yəni bu şərt ödənməsə, əks halda isə bu şərt icra, üzr istəyirəm, buradakı blokda yazacağımız kod icra olunacaq. Burada indi fikir verin. Bu əks halda operatoru ilə bizim bu şərt operatorumuzda artıq icra olunacaq kodun blok hissəsi 2 blok hissədən ibarət kod olur. 2 dənə proqramı, funksiyamız, elə bilin ki, bu özü bir blokdur. Kod yazılan bir hissədir, funksiyadır elə bilin. Yəni elə də onu təsəvvür edə bilərsiniz. 2 dənə bizim blokumuz var. Yəni əgər şərt ödənərsə, gəlib bu blokda, indi burada, bu arada yazacağımız kod icra olunacaq. Yox, əks halda bu şərtimiz ödənməsə, burada yazacağımız kod icra olunacaq. Baxın, bu sadə, belə heç bir çətinlik yox. Bir dənə yenilik nə oldu indi şərt operatorunda? İnaçe. Bu bizim biraz da imkanlarımızı artırdı. Yəni əvvəl bizdə necə idi? Gəlin hətta koda baxaq. Görürük ki, burada əgər şərtimiz ödənsə, yesli, bu kod icra olunur. Ödənməsə heç bir şey baş vermir. Fikir verirsiniz? Yox idi. Ancaq indi bundan sonra inaçenin, baxın bunun vasitəsilə əgər bizim kod şərtimiz ödənsə, bu kod
Ödənməsə isə keçəcək bu inacə ilə konec yesli arasında olan yazılan bloka, yəni bu kod hissəni, kodunu icra edəcək. Sadə və asan bir şəkildə, yəni heç bir çətin bir şey yox burada. Gəlin indi keçək bu qeyd etdiklərimizi də möhkəmləndirmək və nümunə olaraq da real praktiki izləmək üçün keçək konfiquratora. İndi bizdə necə idi kodumuzda? Əgər A ona bərabər deyilsə, bu zaman bu mesaj istifadəçinin qarşısına çıxacaq. İndi gəlin inacə əlavə edək. Если A bərabər deyil 10 taqda bu, inacə. Baxın burasına yazırıq inacə. İnacə düşürük aşağı. Gəlin onu kopyalayaq. Bərabərdir 10-a. Bu kodumuzda nədir? Əgər A 10-a bərabər deyilsə, istifadəçinin qarşısına A 10-a bərabər deyil yazısı çıxacaq. Əks halda, yəni bu buna ödənməsə bu şərt, o zaman deməli A 10-a bərabərdir. Gəlin hətta A-nın dəyərini 10 qoyaq şahid olmaq üçün. Və keçək istifadəçi rejimində də bu yazdığımız kodu əlavə etdiyimiz bu inacə əks halda operatorunda yoxlayaq, test edək. Keçirik Codal sisteminə, servis, обработки, start. Gördünüz? Hər şey düzgün işlədi. A bərabərdir 10 çıxdı. Niyə görə? Gəlin koda qayıdaq. Burada biz nə yazmışdıq? A 10-a bərabərdir. Yəni A bu dəqiqə 10-dur. Если A 10-a bərabər deyilsə, taqda bu sapşeni olmalıydı. Ancaq bizdə A 10-dur deyə 10 ona da bərabərdir. Bu səbəbdən bu şərt ödənmir. Və bizim bu blokdakı kod deyil, inacə əks halda subsheet baxın bu funksiya icra olunur. Və bu səbəbdən də istifadəçi rejimində də gördüyünüz kimi A bərabərdir 10. Yəni bu blokdakı kod qarşımıza çıxmış oldu. Yəni çox asandır. Heç bir çətinlik yoxdur bu məsələlərdə. Lakin əgər bu kodumuza baxsaq, yəni yaxşı baxsaq, bu əks halda şərt operatorunun ən ideal nümunəsi deyil. Başqa daha məntiqli istifadə halları var bu operator üçün, inacə üçün. Gəlin onu da indi izah eləyək. Mən indi sizə bunu daha aydın belə şəkildə göstərəcəm. Bunun üçün gəlin indi bundan qabaq bu yazdığımız kodu da belə səliqəyə salaq, birləşdirək və kommentari eləyək. Kommentari işarəsini artıq bilirsiniz. Keçək növbəti kodumuzu yazaq. Bu inacə haqqında ki, indi qeyd etdim sizə daha belə səmərəli üsulunu göstərəcəm. Burada bir dənə dəyişən yaradaq, adını qoyaq rəng və ona stroka tipində mənimsədəcək. Qırmızı rəng yazı belə bir mənimsədək. Qırmızı və nöqtəli vergül qoymağı unutmayaq. Hal-hazırda bu rəng dəyişənimizdə qırmızı bu yazısı saxlanılır. Yəni bu qırmızı rəng saxlanılır. Belə bir ki başa düşək, anlayaq bunu. İndi belə eləyək. Keçirik burada. Если anlayaq da, bu indi misalda aydın idi əslində. İndi belə daha rahat anlamaq üçün indi bu misalla tam anlayacaqsınız məntiqi. Если rəng bərabərdir qırmızıya taqda, o zaman blokdakı kodumuz icra olunacaq. Subsheet. Baxın, içinə yazırıq qırmızı. İnacə əgər rəng qırmızıya bərabər deyilsə, bu zaman subsheet burada da yazırıq rəng məlum deyil. Gördünüz? Məlum deyil. Və sonda da şərt operatorunu bağlamağı unutmuruq. Konec yesli. Bu da bizim şərtimiz və onun inacəsi. Onu da bir düzəldək. Rəng məlum deyil. İndi hal-hazırda biz rəngə qırmızı bu yazısını mənimsətdiyimizdən və rəngi müqayisə edərkən rəng dəyişəndə qırmızı da öz dəyəri saxladığına görə bu zaman şərtimiz ödənəcək və bu sapşeniya, bu mesaj istifadəçinin qarşısına çıxacaq. Gəlin hətta bazamızı yeniləyək və istifadəçi rejimində də açaq, test eləyək. Keçirik Codal test sisteminə, servis, abrabot və start düyməmizi vururuq və gördüyünüz kimi qırmızı yazısı çıxmış oldu. Niyə görə? Çünki bizdə müqayisə etdik ki, rəng içində dəyəri nədir? Qırmızı. Qırmızıya bərabərsə bu mesaj çıxmalı idi və bu mesaj da qarşımıza çıxır. Tutaq ki, indi biz buraya hər hansı bir başqa bir şey yazsaydıq, rəngi olmayan. Fikir verin. İndi ki, bu üstünə qırmızı ilə müqayisə edilən zaman rəngin içində 3 rəqəmdir, yazı da deyil. Qırmızıya bərabər olacaqmı? Yox. Bu səbəbdən də bu şərtə ödənmədiyindən bu kod deyil, baxın bu kod icra olunacaq. Gəlin bunu da yoxlayaq. Keçək istifadəçi rejimində bazanı açaq. Keçirik Codal sistemi, servis, abrabotki və start düyməsi. Gördüyünüz kimi rəng məlum deyil. Bu kod qarşımıza çıxır. Səbəb də odur ki, bu şərtimiz artıq ödənmədi. Bu rəngin içindəki saxladığı dəyər qırmızıya bərabər deyil. Yəni bu da aydın olur ki, rəng məlum deyil. Yəni çox asandır, yəni ki, çox sadə bir kod. Yəni hər bir halda əgər şərtlər uyğun gəlmirlərsə, onda hər zaman aşağıdakı baxın. Yəni əks halda bu kod inacə bu blokda
blokda olan kod icra olunacaq. Yəni hətta burada bir neçə şərt belə olsaydı, yuxarıda şərtlər. Yenə də əgər heç biri ödənmir və bu halda da istisna halı olunur. İnaki əks halda bu bizim şərt komand. İnaki operatorunun daxilində olan kod icra olunur. Bu bir növ bu inaki daha belə aydın qeyd etsək, istisnavi bir vəziyyəti nəzərə almaq üçün, yəni ki, istifadə olunur. Yəni proqramçı nəticəni əvvəlcədən təxmin eləyə bilmədikdə bu əks haldanı qoyur. Yəni bu şəkildə yazır. Yəni əvvəlcədən bilmir də, indi sonra nə ola bilər? Görürsüz, heç bir qırmızı rəngə aid olmayan bir dəyər mənimsədildi bu rəng dəyişəndə. Bu səbəbdən də inatçı olmasaydı heç bir şey baş verməyəcəkdi. Heç bilinməyəcəkdi ki, bizim kodumuzda nə icra olunub, nə şərt ödənib, ödənməyib. Yəni bu cür istisnanın olması, inatçının olması bir növ bizim əvvəlcədən bilmədiyimiz bir hal yaranarsa, o zaman bu kod icra olunsun. Baxın, bu sırf da bunun üçün istifadə olunur. Yəni daha belə qısa desək, biz istisna vəziyyəti işlədik. Belə də demək mümkündür. Hətta belə bir BRS platformasında imkan da var. İstisna yaratmaq. Вызвать исключение. Bu da tez-tez istifadə olunur. Yəni proqram kodlarında siz görə bilərsiniz. Исключениyanı bir növ вызвать eləmək, istisna yarada bilər. Yəni indi qeyd edəcəyim bu funksiya vasitəsilə proqramçı kodun icrasını dayandırır və sistemin səhv mesajı kimi başqa bir xəbərdarlıq bildirişi istifadəçinin qarşısına çıxır. Məsələn, bu rəng məlum deyil. Bir növ xətaya biz çöndərə bilərik bunu. Əgər şərtimiz ödənməsə, inaki istisnada bir növ istifadəçinin qarşısına bir xəbərdarlıq çıxır. Xəta xəbərdarlığı. Yəni bu tip hallar tez-tez rast gəlinəcək. Yəni siz kodu yazarkən də və siz özünüz də bunu indi çox istifadə edə bilərsiniz. Baxın, biz indi inaki subshit rəng məlum deyil. Bunu subshit yox. Baxın, bu kodu yazırıq. Vız sözü yazdınız, vız sözü. Bir dənə kontrolu saxlayıb yenidən probel, yəni caps lock, probel, control space basırsınız. Gördünüz, вызвать исключение ipucu olaraq nə qədər funksiyalar da qarşımıza çıxır. Rahat buradan seçirsiniz. Klaviaturdan yuxarı aşağı edib və ya da mouse-la da gəlib seçə bilərsiniz. Вызвать исключение və həmin bizim выражениямız bir növ. Görürsüz, ipucu olaraq da hansı parametrlər. Yəni ən əsas parametr gördüyünüz kimi o birinci parametr выражение ifadədir. Biz də indi ifadəni sətr olaraq da göndəririk. Gəlin indi bunu da yoxlayaq. Görək, hər şey əmin olaq ki, bütün burada yazdığımız kod düzgün şəkildə işləyir. Bunu bağlayaq. İstifadəçi rejimində açmaq üçün servis, BRS. Keçirik uçot alt sisteminə, servis, обработка, start. Gördünüz? Rəng məlum deyil, bir xəta kimi qarşımıza çıxmış oldu. Yəni biz bir növ bu istisnanı bir növ xəta kimi dəyərləndirmiş olduq. Bu da çox maraqlıdır və çox istifadə oluna bilər. Hətta bir şey də deyim, əgər siz bunu atlatka rejimində açsaydınız, yəni birisi istifadəçi tərəfə. Baxın, atlatka rejimində açmaq nə deməkdir? Baxın bu işarə. Vuraq. Fikir verin indi uçot alt sistem servis start. Gördünüz? Baxın indi fərq nədir? Burada görürsüz bir dənə əlavə olaraq yeni bir düyməmiz çıxdı. Podrobna. Bu bizə bu rəng məlum deyil. Baxın vuruq üstünə belə bir təsviri də çıxır. Burada bizə xətanın harda baş verildiyini, yəni bu исключениyanın, bu istisnanın haradan çağırıldığını da tapa bilərik. Bunun üçün sadəcə bu konfigurator işarəsinin üzərinə sıxsanız, baxın düz gəldiyi hara düşdü, görürsüz, həmin bu bizim yazdığımız bu вызвать сообщите. Öz hətta qırmızı rəngdədir. Сообщите əvəz etdiyi biz BRS platformasının özünün belə вызвать исключение, istisnanı çağırmaq funksiyasından istifadə etdik. Və hətta burada xəta bölməsində də bu haqqda da məlumat verilir. İndi burada sizdən üzr istəyirəm, çünki biraz mövzudan kənara çıxdıq. Yəni bu şərt вызвать исключениyadan danışdıq. Ancaq bu hal-hazırda biz şərt operatorlarını öyrənirik. Yəni ki, bu если, конец если bu bloku öyrənirik. Bu səbəbdən də gəlin mövzumuza qayıdaq bu şərt operatorlarına. Və indi növbəti şərt operatorumuzun kodunu indi incələyəcəyik. Necə indi inakini biz öyrəndik. Bildik ki, istisna hal yarada halları biz təyin edə bilərik, əgər şərtimiz ödənmirsə. Bir də var indi görəcəyiniz. Baxın, bu uslovna operatorlardan iначе если. Əks halda əgər. Bunu indi aydınlaşdıracaq. Baxın, bu da əks halda əgər şərt operatorudur. Yəni gördüyünüz kimi iначе hansı ki yazmışdıq, baxın kodda. Biz indi buna если birləşdirib yazısını. Yəni bu cür də şərt operatorunu istifadə edə biləcəyik. Yəni digər proqramlaşdırma dillərində olduğu kimi. Bəlkə də siz artıq bu iначе если-də başqa fərqli bir proqramlaşdırma dillərində istifadə etmişsiniz. If else, Delphi-də məsələn. Bir də ki bu daha çox nəyə oxşayır, onu da qeyd edeyim.
edeyim sizə bu case'lərə. Misal üçün Delphi proqramlaşdırma dilində bunu case o ilə müqayisə etmək olar. Və yaxud da digər Java olsun, başqa proqramlaşdırma dilləri olsun, switch case, baxın belə də adlandırılır bu init case-lə. Yəni switch nə deməkdir? Keçid. Bir şərt, yəni ki, bir bölmələr, bloklar, yəni fərqli blokları icra etmək. Yəni Swift, switch, keçid kimi. Yəni belə anlaya bilərsiniz. Yəni çox vaxtda bir neçə dəfə əks halda yazmaq əvəzinə, əks halda əgər, yəni init yazmaq əvəzinə init case-lə yazırlar. Yəni bu nəyə üçün məqsəd uyğundur və hansı hallarda bu lazım olur? İndi inşallah sizə izah edəcəyəm. Məsələn, gəlin qayıdaq konfiquratora. Yəni bu kodumuzu da kommentari eləyək. Artıq bilirik kommentari necə olunur. Kodumuzu seçirik, выделить eləyirik. Gəlin burada boşluğu silək, birləşsin, bir eyni kod kimi görsənsin. Bu kodumuzu выделить eləyirik və yuxarıda gördüyünüz bu işarənin üzərinə. Bu işarənin üzərinə vurursunuz, kod kommentari olunur. Belə rahat şəkildə. Məsələn, gəlin indi bu init case-ni anlamaq üçün bir dəyişən yaradaq. Adını da qoyaq Jestia. Jestia bizdə bir növ hərəkət qoyaq adını. Əməl də qoya bilərik, yox, daha çox hərəkət. Jestia hərəkətdir də məncə rus dilində. Hərəkət, aktivlik. İndi gəlin bu dəyişənə bir dəyər fikirləşək verək. Yəni hərəkət nə ola bilər? Bir Jestia nə ola bilər? Misal üçün belə bir bura dəyər mənsə də bilərik sətir şəklində. İndi sadə kod yazırıq deyə. Mən kinonu sevirəm və yaxud da mən musiqini və yaxud da mən kitabları sevirəm. Bu şəkildə bir dəyər mənimsədə bilərik. İndi burada bu ki kodu yazacaq. Ən vacib məsələ burada. Niyə burada biz indi keçəcəyimiz bu nümunədə əks halda əgər, yəni init case-li şərt operatorunu istifadə etmək daha məqsədə uyğundur. Yəni onu başa düşmək lazımdır. Yəni sadəcə yes-li deyil, yəni ki yes-li və yaxud da sonra init əks halda deyil. Init yes-li əks halda əgər, yəni ki bu kodu biz niyə istifadə edəcəyik, onu anlamaq lazımdır. Bu da indi özünüz də görəcəksiniz, çox asan, sadə bir şeydir. Keçək kodumuzu yazaq. İndi qeyd etdiyimiz kimi əvvəlcədən bunu şərt operatorunu yes-li bu operatorla başlayırıq. Burada bizim şərtimiz olacaq. Taqda. Gəlin əvvəlcədən şərtimizi belə təyin edək və sonda da connect yes-li olmalıydı. Bu bizim bir növ şərt operatorumuzun sintaksisi. Yəni yuxarıda burada yes-li əgər burada şərtimiz olacaq, ödənsə bu blok icra olunacaq. İndi təsəvvür edin ki, bizdə əgər bir neçə şərtlər olsa, yəni bir neçə dəfə əgər istifadə etsək və hamısında əgər yes-li ilə yazsaq bu kodumuzu şərti, bir neçə şərtimiz olsa, hər dəfə biz yes-li yazırıqsa, biz artıq əvvəlcədən qeyd etdik ki, bu yes-li connect yes-li ilə bağlanmalıdır bu blok. Bu da səmərəsiz olacaq. Yəni yes-li bir şərt. Başqa bir şərtimiz də varsa buna uyğun olaraq ikinci şərt. Baxın şərtlərimiz belə bir kod yaranmalı idi burada. Təsəvvür edin, baxın. Bu cür yes-li, init yes-li bu kod şərtlə kodlar yazmalı olacaq. Bu da belə səmərəsiz üsul. Optimal kod olmayacaq. Artıq yəni özünüz də görürsünüz ki, kodun vidindən, vəziyyətindən çox belə bərbad görsənir. Yəni optimal kod kimi görsənmir. Yəni bir neçə şərti ancaq şərt operatoru yes-li, connect yes-li, yes-li, connect yes-li bağlayaraq şərt operatorunu bu cür yazmaq optimal deyil. Ancaq init yes-ni biz istifadə etdikdə özünüz də indi görəcəksiniz ki, bu nə qədər optimal olur. İndi gəlin bunu nümunə ilə də belə öz real şəkildə görək. Misal üçün mən oxumağı sevirəm. Belə bir mətnə bu действиянı, yəni hərəkət, bu hərəkəti sevirəm. Yəni oxumağı. Mən oxumağı sevirəm. İndi gəlin bunu kopyalayaq. Çünki bu fərqli biz indi hərəkətlər olacaqdı bizdə. Məsəl üçün bir 3 dənəsini yaradaq. Üçüncü gestiyada misal üçün hərəkət bizdə mən kitabları sevirəm misal üçün. Kitabları sevirəm. Sonra mən yazmağı sevirəm misal üçün. Birini oxumaq olsun, bir də yazmağı sevirəm. Bunları da elədik kommentari eləyək. Yəni biz birindən üzərindən gedərik belə nümunə olaraq ki, əvvəlcədən yazaq, tezdən fikirləşib yazmayaq. İndi keçək bizim şərtimizə. Baxın, əgər hərəkət, yəni bizim indi bu hərəkətimiz, baxın, bərabərdirsə, tutaq ki, buna hələ yoxlayarıq da indi nümunə kimi. Bu bizim hərəkətimizin içində də elə bu yazı var. Mən oxumağı sevirəm bərabərdirsə, o zaman gəlin də subsheet istifadə edək. Subsheet. Burada qeyd istifadəçinin qarşısına çıxsın ki, mən oxucuyam. Oxuyucuyam. Mən oxuyucuyam.
İndi fikir verin. Əgər mən indi bunu başqa bir müqayisələr də etmək istəsəm, məsələn kitabı sevirəm, yazmağı sevirəm. Hər dəfə gərək bir dənə də belə bir yazardıq. Baxın burada aşağıda. Burada indi oxumaq deyil, bunu kopyalayıb belə qoyacağıq. Görün necə kodumuz indi 3-cü üçün, 4-cü üçün, 5-ci üçün hər dəfə şərt konec yesli. Şərt konec yesli. Baxın bu şəkildə davam etməliyik. Bu da çox səmərəsiz və optimal kod olmayacaq. Buna görə də biz nə edə bilərik? Baxın. Burada bizdə bundan qabaq necə idi? Inaçe əks halda yazırdıq və burada digər, yəni ki, əks halda, yəni bu şərt ödənməsə, inaçe kodu icra olunurdu. Ancaq indi biz nə edə bilərik? Bu gün indi öyrənəcəyimiz inaçe yeslidən istifadə edə bilərik. Əks halda əgər, yenə də şərt, baxın şərti qoya bilərik. Götürüb kopyalayaq, bunu silək artıq. Qoyuruq. Əgər əks halda mən kitabları sevirəmə bərabərdirsə, baxın taqda yenə. Fikir verin. Düşdü aşağı. İndi burada da əgər əks halda əgər bu hərəkət mən oxumağı sevirəmə bərabərdirsə, bu koda bərabər olacaq. Əks halda əgər hərəkət mən kitabları sevirəmsə bərabərdirsə, o zaman buradakı kod icra olunacaq. Gəlin bir dənə də subsheet çıxardaq. Kitablar misal üçün. Kitablar mötərizəni də bağlayırıq. Və indi fikir verin. Hətta mən indi 3-cünü də istifadə edə bilərəm. Fikir verin. Inaçe yesli yenə də bir şərt. Baxın. İndi əks halda əgər buna bərabərdirsə, bu çıxsın qarşısına və yaxud da bir 3-cü şərtim də var. Əks halda əgər hərəkət bərabərdir, mən yazmağı sevirəmsə, yenə də taqda bu halda üzr istəyirəm. Bu kodumuz, bu blokdakı kod icra olunsun. Mən yazıcıyam. Misal üçün belə bir çıxsın subsheet. Bura yazırıq. Mən yazıcıyam. Baxın gördünüz nə qədər rahatçılıq verdi bizə indi şərt. Bu şərtimizi bu şəkildə yazmaq. İnaçe isə əks halda idi. İndi burada fikir verin. Yesli hərəkət buna bərabərdirsə, yəni kodumuzu biraz səliqəyə salaq. Mən oxumağı sevirəmə bərabərdirsə, taqda mən oxucuyam. İnaçe yesli əgər hərəkət eyni fikrin şərt. Mən kitabları sevirəm, taqda bu. Case kimidir. Bu ödəndi, buna keçəcək, bu ödənsə buna, bu şərt ödənsə buna və sonda da blok bir dəfə də bağlanacaq. Yəni nəinki biz bu yesli inaçəni, baxın bu şəkildə bu yeslini götürüb bunu bir neçə dəfə konec yesli bağlaya etməkdən nə qədər belə sərf eləyən belə optimal kod olmuş oldu. İndi də yoxlayarıq istifadəçi tərəfindən. İndi hərəkət mən oxumağı sevirəmdir deyə. Mən oxucuyam subşenisi birinci bu şərt qarşımıza çıxmalıdır. Baxın, gəlin yeniləyə bazamızı və istifadəçi rejimində də açaq. Keçirik uçot alt sisteminə, servis, обработка bir start. Gördünüz, mən oxucuyam. Yəni bu şəkildə qarşımıza çıxır. Gəlin lap yoxlayaq kodumuzu, bağlayaq. Mən tutaq ki, indi gəlin mən kitabları sevirəm. Bu kodumuzu kommentariya eləyək. Bunu aktiv eləyək. Hərəkət olsun. Mən kitabları sevirəm. İndi baxın. Yesli bu şərt ödənməyəcək. Çünki burada mən oxumağı sevirəm. Hal-hazırda hərəkətə biz mənimsətmişik. Mən kitabları sevirəm. Bu səbəbdən də bizim bu ikinci blokdakı kodumuz icra olunacaq. Bir növ case switch kimi bloklar inaçe yesli ilə belə bir səliqəli şəkildə biz bunu şərtləri təyin edirik. Yəni istifadə tərəfdə də baxaq. Keçirik servis, обработки, start. Gördünüz kitablar. Niyə görə? Çünki bizdə artıq bu gəldi hərəkət mən oxumağı sevirəm bərabər deyil. Çünki bunda mənimsənən dəyər budur. Gəldi bura. Mən kitabları sevirəm. Bəli, ödəndi, şərt keçdi, bu bloka girdi. Kod icra olundu. Və hətta mən indi bunu söndürsəm, mən yazmağı sevirəm saxlasaq. Baxın, istifadəçi rejimində açaq. Keçirik chat alt-sistemə. Обработка, start. Gördünüz, mən yazıcıyam. Gəldi, bu ödənmədi, keçdi buranı. Gəldi, bu da ödənmədi. Çünki mən yazmağı sevirəm. Gəldi, ödəndi və daxil oldu bura. Gördüyünüz kimi bu inaçe yeslidə bizə nə qədər kodumuzu şərt operatorlardan istifadə etməyi bizim üçün asanlaşdırdı, həm də optimallaşdırmış oldu. Baxın indi. Tutaq ki, gəldi, bu şərt ödəndi, bunu oxuyur. Tutaq ki, bu şərt ödənmədi, keçdi. Gəldi, bu şərt ödənmədi, keçdi. Gəldi, bu şərt ödənmədi, keçdi. Heç bir şey baş vermədi. Ancaq baxın, indi biz bundan qabaq ki, inaçe öyrənmişdik. İnaçe ilə istisna hal, yəni heç bir case-ə daxil olmasa, bir növ, heç bir bloklar bu şərtlərin heç biri ödənməsə, gəlsin inaçe, yəni istisna bir hal yaransın. Mən məlum deyiləm, belə yazaq. Məlum deyiləm. Yəni istisna olsun da istifadəçi bilsin ki, heç bir şərt ödənmədi deyə kodun belə bir nəticə versin. İndi bu gəlsə, bunu da indi buranı dəyişək içindəki kodu. Misal üçün, gəl bunu pozaq. Başqa bir söz yazaq. Mən misal üçün futbolu sevirəm. Gələcək, yoxlayacaq bərabər deyil. Çünki burada mən oxumağı sevirəm. Ancaq hərəkətdə isə bu dəqiqə mən futbolu sevirəm dəyəri yazılır. Kitabları sevirəm bərabər deyil, keçəcək.
Bunu keçəcək. Qalmadı blok. Qalmadı deyə də nə baş verməlidir bu zaman? Məcbur gəlib bu inakini icra edəcək. Yəni ki, istisna halda saxlayır. Yəni heç bir şərtlər ödənməsə, bu istisna soобщить, yəni ki, mən məlum deyiləm. Gəlin yoxlayaq. İstifadəçi rejimində açaq birisi. Total sistemi, servis, обработка, start. Gördünüz, mən məlum deyiləm. Yəni bu şəkildə də bizə cavab gəlmiş oldu. Niyə görə? Keçək bura. Baxın, çünki bu şərt ödənmədi. Baxın bu şərt. Bu şərt də ödənmədi. Bu şərt də ödənmədi. Şərtlərimiz hamısı, yəni bloklar bitdi. Və sonda nə qaldı? Bu inakə. Bu kod icra olundu. Vəsə sadə baxın bu şəkildə. Yəni heç bir çətin bir şey yoxdur bu şərt operatorlarında. İndi gəlin bu yazdığımız, yəni bu istisna halı ki, üçün nümunə çəkdik. Keçək indi bunu aktivləyək. İndi istəyirəm ki, sizə belə başa düşəsiniz ki, proqram bu kodu necə icra edir. Öz belə gözünüzlə. İndi sizin üçün də maraqlı olacaq yeni bir funksionaldan istifadə edəcəyik bir S-də. Məsələ də nədir? Baxın, indi bizdə hal-hazırda gördüyünüz kimi 3 dənə cəmi şərt var idi burada. Və indi biz bu hərəkətə ki, mən kitabı sevirəm mənimsədim, gəlib bu ikincidə dayanacaq. Da ola bilərdi ki, bu siyahı olardı 10 dənə və yaxud da lap deyim 100 dənə, lap olsun 1000 dənə. İndi bir şey aydınlaşdıraq görə. İndi əgər bu kod, bu şərt ödəndisə, bu indi gedib bütün 1000 sətri də ardıcıl yoxlayacaq ya yox. Yəni siz də artıq təxmin edirsiniz ki, əgər kodun sətri nə qədər çoxdursa, kodun icra müddəti də o qədər uzun olacaq. Bu isə kodun optimallaşdırılması baxımından istənilən bir şey deyil. İndi isə gəlin anlamaq üçün ki, ilk dayanma nöqtəsi hardadır? Bunu, yəni birisi sazlanma rejimində baxaq. Yəni debug rejimində. Yəni kodumuz harda dayanır, hansı sətirdə? Yəni debug rejimi var. Biz kodu durdura addım-addım analiz eləyə. Yəni proqram kodunu bir növ gətirib kodun hansısa bir sətrində durduracaq və proqram donacaq və bir növ proqramın içində baş verən proqram ki, hansı sətirdə gəzə-gəzə kod icra olunur, onuna gedir, onu izləyə biləcək. Bu da debug rejimidir. Bunun üçün də belə eləyirik. Gəlin bir rejimi qoyaq biz. Birinci şərtimizdə yes-dir. Baxın, bu sol tərəfdə bu gördüyünüz bu hissədə, üzr istəyirəm. Baxın, burada, bu div bu hissədə. Biz yumru belə qırmızılar qoyacağıq indi. İndi siz də görəcəksiniz. Baxın, bura toxunuruq. Gördünüz qırmızı 1. İkinci şərtimiz. Burada qoyuruq. Üçüncü şərtimiz. Burada qoyuruq. Bu sonra da sonda da inakə, bir də connect-ilə. Görək harda, yəni bitəcək sətirlərin, bu şərt operatorlarının icra olunarkən bu bloklar, bu kod blokları. İndi onu yoxlayacaq. Yəni gördüyünüz kimi ilk nöqtə bu sətirdə proqram dayanmalıdır. Yəni kod indi biz görəcəyik ki, aydındır ki, yuxarıdan aşağıya doğru oxunur. Və keçək atlatka rejimində. Atlatka rejimində açmaq üçün gəlin bazamızı yeniləyək. Yəni dəyişikliklər otursun. Baxın, əvvəlcədən də qeyd etdiyimiz kimi görürsüz, начать atlatku. Atlatkaya başla, debug rejiminə başla. Onun üzərinə tıklayırıq və indi görəcəyiniz kimi. İndi fikir verin. Mən indi keçib servisdən обработка bu start düyməsinə bassam, gördünüz, kod gəldi dayandı. Bu dəqiqə proqramımız donub. Yəni hal-hazırda biz debug rejimindəyik. Yəni sazlama rejimində bir növ. Proqram indi nəyə fikir verin? Görürsüz, hətta hərəkətin dəyərini belə gör. Üstünə yaxınlaşdırıram, baxın. İçində nə var bu dəyişənin? Onu belə görə bilirsiniz. İndi debug rejimi haqqında ətraflı gələcək dərslərimdə danışacağıq. Hal-hazırda prosta, yəni başa düşmək üçün ki, şərt operatoru harda durur, hardan hara keçir, necə keçir, onu görmək üçün. Baxın, indi burada ilk addım nöqtəsi bu sətirdəyik hal-hazırda. Kodumuz görürsüz, işarədən görsənir. Yoxlayır. Mən kitabı sevirəm, nəyin yox? Mən oxumağı sevirəm. Bu nə deməkdir? Şərt ödənməməlidir. Fikir verin. Bunu da davam etmək üçün bu sətirdən digər sətrə kodu. Baxın, burada debug rejiminin düymələri var. Baxın, bu yuxarıda. Şaqnut v F11 ilə. Bu indi bunları haqqında ətraflı danışmayacağam. Baxın, bu F10 düyməsinə basırsınız. Baxın, addımladıq. Gördünüz? Tap düşdü aşağı. F10-a toxunan kimi bu işarə. Və hətta klaviaturada F10. Yəni bu şərt ödənmədi. Fikriniz indi gəldi burada yoxlamağa. Mən kitabları sevirəm. Və hal-hazırda nə baş verməlidir? Çünki bizim hal-hazırda gördüyünüz kimi bu şərtimiz ödənir. Baxın, mən kitabları sevirəm. Görürsüz, ipuculardır. Nəyə bərabər? Buna bərabər olacaq ya yox? Görürsüz ki, olur. İndi fikir verin. F10-u vursam, yəni bu yuxarıdakı bu düyməni. Gördünüz? Düşdü, girdi bura. Baxın, girdi bura. Hal-hazırda biz baxın bu şərtin içinə girdik. Şərt ödəndi. Baxın, indi addımlayırıq. İndi görək də bu 1000 dənə sətir var tutaq ki. Baxın, bu şərtlərimiz çoxdur. İnakiyəsilər çoxdur, elə bilin. Davam edək. Bunun üçün yenə də burada F10 düyməsi ilə, baxın, F10 düyməsi ilə addımlamağı basırıq. Gördünüz?
Heç bir. Gəlib bu init CSL girmədi. Düz birbaşa şərt ödəndi və kod icra olundu. Nə baş verdi? Gəldik konec CSL-yə. Yəni şərt icra olundu. Heç bunu gəlib yoxlamadı bu şərti. İndi 1000 dənə sətirdə olsaydı, kod bitmişdi. Şərt ödəndi, blok icra olundu, gəldi düşdü. Baxın bura. İndi сообщениyadan mən kitabları sevirəm. Kitablar çıxmalıdır qarşımıza. Yəni gördüyünüz kimi şərt init CSL 1000 dənə də olsa, hansı şərtdə ödəndisə orada da bitir. Yəni bu şərt burada icra olundu. Yəni bu ödəndi şərt. Kod daxil oldu, bunu icra etdi və bitdi. Gəlib də artıq getmədi. Init CSL-ləri yəni yoxlamağa, icra etməyə heç bir şey etmir. Bitirdi işi. Yəni indi bizə aydın oldu ki, kod şərt harda ödəndisə, orada da bitəcək, duracaq yəni. Yəni bu indi nəticəmiz bizim optimal nəticədir. Yəni bu cür switch kimi işləyir. O digər dillərdə switch case kimi işləyir. Yəni şərt operatorumuz bizim yəni çoxlu dəyəri müqayisə edərkən çox əlverişlidir. Yəni burada biz indiki əks halda init CSL-ni istifadə etdik, əks halda qədər. Yəni daha məsləhətdir ki, bunu istifadə edəsiniz. Hər dəfə ayrıca şərt yazmayasınız ki, hamısını girib yoxlamasın. Yəni lazım olan yerdə icra şərt ödəndi, icra elədi, subkod bu şərt operatorunun bloku bitdi. Gəlir konec CSL iş bitir. Beləliklə indi şərt operatorlarla bağlı videomuzu burada bitirə bilərik. Yəni gələcəkdə də başqa nümunələri bundan sonra biz artıq praktiki nümunələrdə keçəcəyik. Yəni bu şərt operatoru belə bu 1S başqa dillərdə də belədir. Yəni 1S platformasında da ən mühüm komandalardan, operatorlardan belə mühüm funksionaldır. Yəni bunu mütləq bilməliyik. Yəni gələcəkdə də bunları real misallar üzərindən işləyərkən tam belə oturacaq. Yəni ümid edirəm ki, inşallah bu gün öyrəndiklərimizi yəni başa düşə bildiniz. Yəni çalışdım ki, nə qədər elə edim ki, belə başa düşülər olsun. Yəni sadə dildə anlayaq. İnşallah ümid edirəm ki, hamımıza faydalı olar. Bu videonu da sizlərdən bəyənməyi, kanala abunə olmağı, suallarınız, iradlarınız, fikirləriniz varsa, videonun rəy, şərh bölməsində qeyd etməyinizi istərdim. Sağ olun, uğurlar.